sonda bir məqama vurğulamaq istəyirəm. Bugün xüsusi bir təbrikim var. Başda şəhid anaları, şəhidlərimizin həyat yoldaşlarına bugün təbrik düşür. Həqiqətən də qazilərimizin həyat yoldaşlarına, şəhidlərimizin analarının əllərindən öpürük. Onları nəinki bugün heç bir zaman unutmuruq, unutmamalıyıq. Bu bizim vətəndaş borcumuzdur. İş borcumuz bir tərəfi vətəndaş borcumuzdur ki, yoldaşlarına, analarına təbrikdən də əlavə olaraq qeyd etmək istəyirəm ki, bu əlamətlər gündə onları unutmaq olmaz dediyimiz kimi və onlar həqiqətən də bir başqa güc simvoludur, qadının güc simvoludur deyə, amma şəhidlərimizin anası, şəhidlərimizin həyat yoldaşı onlar bir başqa güc simvoludur ki, elə bir xüsusi gündə bu xüsusda da Lənkərandan bizi izləyən Mənsurə anamız və Kərbəlayı Ülviyə bacımızın bu münasibətlə təbrik edirik ki, onlar şəhid Abbasov Muradın ana və bacılarıdır ki, həmçinin Mənsurə xanımın da bugünkü 8 mart bayramı ilə təbrik edirik və bugün anadan olub Mənsurə xanımımız. Təbrik edirik, operatorumuz Muradın da anamıza təbrik payı var. Murad, sənin adından da təbrik edirik. Bütün şəhid analarımızın, şəhid həyat yoldaşlarımızın əllərindən, gözlərindən öpürük.